Ya salam, bugün biz şifrələr mövzusunda qəbula düşmüş və düşə biləcək sualların izahına baxacağıq. Başlayaq birinci sualdan. Deməli bizə verib X şərti dilindən tərcümədə aşağıdakılar alınır deyir. Birinci bizdən gəlin tələb olunanı tapaq. Onlar onları tərəfləyirlər. Birinci gəlin onları axtaraq ki, hardadır. Baxırıq burdadır. Və 2 dənə sətirdə varsa, baxırıq burada hər iki sətrin başlanğıcı urdur. Deməli bizim onlar sözünün şifrəsi oldu ur. Onları tərəfləyirlər. Baxırıq onları hardadır? Burdadır. Amma dəqiq şifrəsini bilmirik hələ hansıdır. Bunun üçün baxırıq bura. Bax burada da danlayıram sözü var. Burada da var. Eyni zamanda burada da mən sözü var. Burada da var. Onda nə edirik? Baxırıq bura. Baxırıq ki, ilk sözdə nədir? Mən sözdür. Yəni nə ilə başlayır? D ilə başlayır. Çünki burada l-dır, sonra üçüncü hərf burada t-dır. Deməli mənin şifrəsi oldu D. Bu D getdi. Baxırıq bura. Burada da danlayıram var. Danlayıramda baxırıq hər şey olan nədir? Velidir. Deməli danlayıram sözünün də şifrəsi oldu nə? Veli. İndi bizə nə qaldı onda burada? Bax D getdi, veli getdi. Nə qaldı? Lo qaldı. Deməli onları sözünün şifrəsi burada nə qaldı? Lo. Tərəflərlə. Tərəflərlə nə qaldı onda burada? Baxırıq. Hər ikisində olan nədir? Bunun ikinci və üçüncü sətirdə hər ikisində eyni olan nədir? Marım sözüdür. Marım. Deməli bu da oldu nə? Marım. Deməli urlo, marım olacaq bizim nə? Cavabımız B variantı. Sonra növbəti suala baxaq. Burada da ilk başda bəzi tələbələr çətin görünsə də əslində çox asan sualdır. Nə ilə başlayırıq? Deməli başlayırıq buradan. Bizim tələb olan nədir? Sual şərəsi. Deməli hansının qabağında 1 yazılıbsa, birinci ondan başlayırıq. Yəni T-dən. T1-dir. Baxaq görək T harda var? Yuxarıda. Baxırıq bax burada birinci hərfdir. Yəni birinci hərfimiz nədir? A hərfidir. Deməli bizdə də birinci hərf nə ilə başlayacaq? A ilə başlayacaq. Sonra ikinci hərfimiz nədir? D-dir. Baxırıq görək D harda var? Yuxarıda. Bax burada 5-ci hərfdir. Gəlib baxırıq ki, 5-ci hərfimiz hansıdır? 5-ci hərf B hərfidir. Deməli bizim də olacaq 2-ci hərfimiz B hərfi. Sonra avtomatik olaraq buradan variantlardan B, C və D variantları getdi, qaldı A ilə E. İndi 3-cü hərfimiz nədir? Q hərfidir. Q hərfi yuxarıda da bir ilk sözün 3-cü hərfidir, yəni R olmalıdır onda. Buradan baxırıq ki, A, B, R bir dənə E variantında var. Cavab oldu A. Sürətli işləməyin yollarını tapmaq lazımdır ki, bu da bunlardan birisi idi. Bu sualın da ən sürətli forması elə bu cür idi. Sonra üçüncüyə baxırıq. Bizə deyir ki, P, Q, L, M, N hərfləri cədvəldə verilmiş kimi kodlaşdırılmışdır. Bizə də bunu tapmağı tələb edir. Birinci baxaq variantlara. M ilə başlayanlar var və P ilə başlayanlar var. Bu deməkdir ki, bizdə N ilə başlayan yoxdur. Yəni bu üçbucaq deyil. Deməli bu üçbucaq ola bilər. Üçbucaq yumru ola bilər. Bir də üçbucaq yumru, 2 dənə üçbucaq ola bilər. Gəlin birinci yoxlayaq. Arxadan başlasaq, arxadan başlayanda görürük ki, 2 dənə O var. 2 dənə O hansı hərfdə var? Baxırıq ki, bir dənə L-da var. Deməli bu oldu nə? L-nın şifrəsi. Biz buna yazsaq L. Baxırıq ki, biz L olmayan variant bir dənə C variantı çıxdıq. Yaxşı, bu getdi. Buraya qədər bunu yazdıq. İndi növbəti hərfimiz olmalıdır ya P hərfi, ya da baxaq görə nə yaza bilərik bura başqa. Elə bir dənə bəli. Bir dənə yaza biləcəyimiz nə hərfi? N hərfi də doğrusu. P deyil, N hərfi yaza bilərik. Deməli onu da buraya yaza bilərik nə? N hərfini. Bu oldu N. Sonra 2 dənə O var yenə. Deməli burada olmalıdır nə? L hərfi. Qaldı bu 4 dənə hərf, üçbucaq yumru, 2 dənə də üçbucaq. Nə oldu? P-dir. Baxaq görək belə bir variantımız varmı? P, L, N, L. Baxaq görək P, L, N, L. Bəli, Y variantında var. Yəni burada da arxadan başlamaq daha səmərəli üsul hesab olunur. Baxırıq bura. Qasırğa sözünün şifrəsi ola bilən variantı tapın. Bu tip suallarda necə həll edirik? Birinci baxırıq. Bax, ilk sütunda bizdə nə verib burada? 2 dənə 3 var, 2 dənə 8 var. Deməli bir dənə nə var? 9 var. Gəldik bura ilk sütunda 2 dənə A var, 2 dənə Q var. Bir dənə nə var? Ş var. Deməli elə o Ş-ın şifrəsi nədir? 9-dur. Bu deməkdir ki, elə 9 ilə başlayan rəqəmlər toplusu olacaq aşiq sözünün, şaiq sözünün şifrəsi. İndi Ş-ya tapdıq 9. Gəlib fardaşı görsək, yenə yazacağıq 9-u.
Yazaq 9. Bizdə də nə istəyir? Qasırğa sözündə deməli nə yoxdur? Ş hərfi olmadığına görə buradan D variantını rahatlıqla çıxara bilərik. İndi baxırıq ikinci hərflərdən bir də burada var. 9. Deməli, yaxşı, üçüncü hərflərdən 9 hansında var? Baxırıq ki, buradan 3098-də var. Gəldik bura 3, 0, 9, 8. Deməli, qın da şifrəsi oldu nə? 3. Qasırğa sözü 3 ilə başlayır. Əla, deməli, o da B-ni də silməliyik. Onda A hər yanda 8 verir. Deməli, A oldu 8, Q oldu 3. Sonra A olmuşdu 8, Q olmuşdu yenə 3. Sonra I olmuşdu 0. Bu I hərfidir, I deyil. Deməli, təzədən yazaq. Deməli, şu 9 idi. Sonra I 0 idi. Çünki burada da 0 yazmışdıq ona. 8903 hansıdır? Bəli, bu getdi artıq. Bu şifrəsi getdi, yazdıq. Sonra 3098 yazmışıq. 9809 3 yazmışıq. İndi gəldik bura. Buraya yazaq 3. I hərfinin şifrəsini bilmirik də, bilirik artıq 6-dır. 4, 8. Bu da belə getdi. Və bu da olmalıdır nə? Olmalıdır 6 və hamısının şifrəsini tapdığını gəldik bura. Qasırğa sözündə Q3, A8, S4. Baxırıq. Yenində çıxdıq. Sonra I6-dır. R bizdə var idi ümumiyyətlə. R. R bizdə yoxdur. Buna görə biz nə etməliyik? R bizdə əgər yoxdursa, biz belə deyim, burada olmayan rəqəmlərdən birini qoymalıyıq ora. Çünki R hərfi bizdə yoxdursa, ona uyğun şifrə də bizdə olmamalıdır. Bunu saxlayaq. Sonra Q hərfinin şifrəsini də bilmirik. Çünki Q da məncə burada yox idi. Bəli. Q da yoxdur. A-nın da şifrəsini bilirik nə idi? 8 idi. Gəldik, baxırıq bura. Burada bizə verir 38, 46, 22, 8. Amma bizdə 2 dənə eyni hərf verməyib burada. Ona görə bunu A variantını çıxırıq. Cavab olur nə? C variantı. Sonra 5-cidə yenə eyni qayda ilə gedirik. Baxırıq ilk hərflərə P, M, O, M, O. Deməli, yenə bir dənə nə qaldı? P qaldı, fərq olan. Baxırıq bura 6, 1, 5, 6, 5. Deməli, 1 nədir? Parad P hərfinin şifrəsidir. Yəni 1, 2, 3, 2, 4 oldu bu P-nın şifrəsində. Harada P görsək, yeni yazmalıyıq 1-i. Bax, məsələn üçün, burada ikincidir 1. Baxır ki, ikinci hansındadır? Buradadır. Deməli, 6, 1, 8, 3, 2. Bunu da şifrəsini belə tapdıq. İndi P-nın şifrəsini tapmışıq. Onun şifrəsini tapdıq. 6. Burada da 2 dənə O hərfi var idi. İndi hansında 2 dənə O hərfi var? Burada. Deməli, M-nın şifrəsi oldu 5, 6. İndi T-nın şifrəsi olacaq 7, 6. R-nın şifrəsi oldu 3. Burada da M-nın şifrəsini bayaq tapdıq 5, E-nin şifrəsini tapmışıq 8, Q-nın şifrəsini hələ tapmamışıq, A-nın şifrəsi də olacaq 2. M 5, A-nın şifrəsi 2, N-nın şifrəsini tapmışıq, xeyr. T-nın şifrəsini bayaq tapdıq 7-dir, onun da şifrəsi olacaq 6. Bizdə nə istəyir? Motor sözünü istəyir. Motor sözünü bayaq tapmışıq, bəli. 5, 6, 7, 6, 3. Əssalam. Sonra 6-da fərasət sözünün şifrəsini istəyir. Yenə eyni qayda ilə gedirik. Baxırıq. Görürsünüz, bunlar bir neçə il arızı qəbula düşmüş suallardır. Yəni, qəbula daha çox bu tipdə suallar düşür, yəni. Burada S, Z, Z, F, Ş. Baxır ki, 2 dənə nə hərfi var? Eyni Z hərfi var. Baxır yuxarıdan 2 dənə eyni olan hərf 6-dır. İlk hərflərin təbii ki. Deməli, 6 oldu Z-nın şifrəsi. Baxırın 6 ilə bir dənə bu var. Deməli, orada bu 9 ilə başlayır. 7, 5, 6. Deməli, F hərfi şifrəsi nə başlayacaq? Deməli, 9 ilə N-in şifrəsini tapdıq 7-dir. R-nın şifrəsini tapdıq 5. A-nın şifrəsini tapmamışıq. Və bizdə Z hərfi, yəni olmadığı ki, 6 da olmamalı ki, variantlarda heç 6 rəqəmi yoxdur. Sonra, yaxşı, F-ni tapdıq 9. Yazaq hamısını 9, 9, 9. Bir dənə H qaldı. Ona nə düşür? Onda 0 düşür. Onda belə çıxır ki, bu olacaq 1, 7, 5, 0. H hərfi də bizdə yoxdur. Ona görə 0 da olmamalıdır. Heç ümumiyyətlə yoxdur bizdə. Ş da onun kimi.
Ş hərfi bizdə yoxdur fərasət sözündə. Deməli, 1 olan variantlarda çıxmalıyıq. Buna görə də biz C ilə D-ni çıxa bilirik rahatçılıqla. Sonra indi gəldik yuxarı baxırıq. S. S ilə başlayan. Nə qaldı bizdə S ilə başlayan? Bir dənə 8 qaldı. Əla, 8 yazdıq bura. 7. Bu da oldu 5. Fərasət sözündə A-nı bilmirik, S-nı bildik. 8-dir, Ə-ni bilirik, 7-dir. T-nı bilmirik hələ. T da bizdə olmayan hərf rəqəm olmalı. Çünki T bizdə yoxdur. Burada da 2 və 4 var. Baxaq görək 2 və 4. A variantını çıxır. Çünki A variantında 2 dənə. Bəli, 2 var. Amma bizdə 2 dənə 7 olmalı sadəcə. O da verib. Bəli, A-nı çıxdıq, qaldı. Burada yenə 2 dənə 4 verib. Baxın. Fərasət sözündə burada T 4-ün yerini tursa, onda burada A-nın da yerini 4 yazıb, səhv yazıb. Deməli, cavab nə oldu? Y variantı qaldı. Burada da bayaq dediyimiz kimi getməliyik. Birinci atla başlasaq, çünki atın qabağında 1 verib. At hardadır? Buradadır. Nə ilə başlayır? K ilə. Əla yazdıq K. Sonra ikinci hərf birləşməmiz olacaq as. As hardadır bəs? O da burada elə. İkinci verib O. Deməli, K O ilə başlamalıyıq. Buradan C variantını silirik. Sonra üçüncü nədir ki? Bizdə xu. Burada elə üçüncü yenə xu verib. Burada M. Com olduğuna görə bir dənə variantımız nə qaldı? D. Gördüyünüz kimi, yəni bir neçə saniyə bu sual həll oluna bilər. Bizdə indi misra, mais, mersi, miyan, mayor sözlərinin hərflərini şəkilləş kimi şifrələyir deyil. Baxaq. Deməli, hər birində olan hərf hansıdır? M hərfidir. Deməli, 2 olacaq M hərfinin kodu. Çünki hər birindən kəsişir 2. Bizdən tələb edib 1, 2, 3 tapın. Deməli, 2 oldu M. Yəni, M dahasında B variantında var. 2 B ilə başlamalıdır. Yaxşı, 1 nədir və 3 nədir? 1 və 3 hər biri yalnız bir dairəyə aiddirsə, o demək ki, yalnız bir sözdə olan hərfləri tapmalıyıq biz. Yaxşı, gəldik bura. 8-dən başlayaq. 8 üst dənə sözdə var. O ola bilər hansı hərflər? İ olanmaz. Sonra S ola bilərmi? S ola bilər, bəli. 8 ola bilər. S. Sonra R ola bilərmi? 1, 2, 3. R ola bilər. A ola bilərmi? A 4 dənə. Xeyr. A ola bilməz. İ olmaz. Y hərfi ola bilər. Bəli. Y də ola bilər 8. Sonra başqa o ola bilməz. Vəssalam. Yaxşı. 5 nə ola bilər? 5 də yenə 1, 2, 5, 4 dənə. 6. Gəlin 6-ya baxaq. 6 yenə 3 dənəsindən kəsişir. Yenə ola bilər. S, R, Y və eyni zamanda 9 da həmçinin S, R, Y ola bilər. Deməli, 6, 9, 8 bizə lazım deyil zaten. Bizə də deməli S, R, Y olan variantlar çıxmalıyıq. Heç bizdə ümumiyyətlə variantları verməyib. Baxaq indi nəyə? Deməli, 4 dənə olan hansılarıydı? 4 dənə olan 7, bir də 2 var burada. Baxın, 7 və 5 var. 4 dənə dairəyə aiddir. 7 və baxın, həm bundan keçir. Həm bundan keçir. Həm bundan keçir. Həm də bundan keçir. Baxın. 4 dənə dairənin birləşməsidir. 7. Deməli, 7 ola bilər hansı hərflər? 4 dənə İ hərfi ola bilər. Və A hərfi ola bilər. Başqa nə hərf ola bilər? S, R, Y ola bilməz. E ola bilməz. Əla. İ və A hərfləri ola bilər 7. İ və A hərflərinin heç biri də bizdə verilməyib zaten. Sonra başqa nə ola bilər bizdə? Bir də 5 qaldı. 5 də həmçinin bunlardan biri ola bilər. İndi baxaq digər hərflərə. Yaxşı, buradan İ getdi, A getdi, S, R getdi. Nə qaldı? M-ını da yazmışıq 2. Qaldı bir dənə nə? E hərfi. Sonra bu məlum deyil. N hərfi və O hərfi. Bunlar hələ məlum deyillər. İndi gəlin baxaq. Misra sözündə 3 dənə 3 dairədən keçən var. Məsələn, bax buradan. Bir dənə də İ var. İndi baxaq görək hansı ola bilər misra sözünün dairəsi. Baxın, bir dənə 8 desək var. Bir də 9 desək var. Bir dənə 7 ola bilər. Bu misra ola bilərmi?
Tutaq ki, bura misra yazdıq. Misra yazsaq, deməli buradan 8, 9 gedə bilər. Bu da onda olacaq nə? I-nin kodu ola bilər 7. Yaxşı, başqa misra getsə mayıs sözündə. Mayıs. Yenə y ilə s var, i qaldı. Onda belə çıxır ki, biz mayıs sözündə nə hara yaza bilərik? Elə bax buraya yaza bilərik mayıs sözünü. Çünki 8 var və 6 var. Biz deyə bilərik ki, məsələn bu y hərfi ola bilər. Bu ola bilər 8. Məsələn s hərfi. Buna da qaldı onda nə? R hərfi. Bunu da belə yazsaq. Və dedik ki, buradan i ilə a, bəli, baxın, hərsi də burada var. i də var, a da var. Onda i və a hərsində var, bəli, əla. İndi baxaq buna. Sonra mersi sözündə. Mersi sözündə. Deməli, bu ola bilər mersi sözü. Bunu hardan bilir? Çünki tərkibində r ilə s var. S yuxarıda qalardı. Ona görə s-ni yazdıq. Bura mersi. Sonra indi r və y olan nə qaldı bizdə? R ilə y olan mayor qaldı elə. Biz bunu yaza bilərik mayor. Bunu yaza bilərik bəs. Bunu yaza bilərik miyan. Onda belə çıxır ki, bu olacaq n hərfi, bu olacaq o hərfi, bu da olacaq e hərfi, 3. Gəldik, baxaq bizdə. Deməli, 2-yə tapmışıq m hərfini, 1-ə tapdıq o hərfini, yəni d. 3-ə tapdıq nəyi? 3-də bizdə oldu e hərfi, yəni c-ni. Deməli, d, b, c variantı olur burada da. Burada 1-1 bunları tapmalıyıq. Məsəl üçün, birinci və ikincinin axırıncısı eyni olmalıdır. Baxırıq 4-4, 4-4, 4-4, 2-4. Deməli, D variantı səhvdir. Burada 4-4 verib. Buradan, bax, bunun ikincisindən axırıncının birincisi eyni olmalıdır. Baxırıq 2-2, 2-2, 2-4. C variantı səhvdir. 2-2 verib burada da. Sonra bundan bir dənə olmalıdır. Baxırıq 8-dən bir dənədir, 8-dən bir dənədir, 6-dan 2 dənədir. Bax, bir də burada verib. Deməli, səhvdir. Sonra baxırıq bundan. Biri buradadır, bir də üçüncünün üçüncüsüdür. 6 verib burada. Burada verib 7. Deməli, səhvdir. 6, 6 B variantı düzgün cavabdır. Sonra ona bax. Eyni qaydadır burada da. Deməli, baxaq buradan. Buradan biri buradadır, bir də buradadır. Birincinin birincisi və ikincinin ikincisi. Baxırıq, hansında səhvdir? Heç bir səhv deyil. Sonra birincinin ikincisi və dördüncünün üçüncüsü. Birincinin ikincisi və dördüncünün üçüncüsü. Baxırıq, bax. Burada 2 verib, burada 7 verib. Deməli, bu nədir? Səhvdir. 2, 7. Səhvdir. 2, 2, 2, 7, 2, 2. Baxırıq bura. Birincinin üçüncüsünə üçüncünün birincisi eynidir. 3, baxırıq bura 3, 3 və 3, 3 eynidir. Birincinin axırıncının birincisi eyni olmalı. 4, 4, 4, 4 eynidir. Bunlar da eyni olmalıdır. Baxırıq, ikincisinin axırıncısı və dördüncünün ikincisi. 6, 6, 5, 6 və salam. Cavab oldu nə? D variantı. Sonra 11-ə baxırıq. 11-in həlli maraqlı təsirində. Deməli, nə edirik? Bax, hər 3 sözü, bax, bu hissələri bir-birinin üstə çəkirik, bir-birinin üzərinə. Deməli, atlanmaq sözün üzərində olur. Deməli, y, s, e, z, d, p, y, q. Bunu yazdıq belə. Deməli, bu sözün artıq şifrəsinin hər birini çəkdik. Buradan bu getdi. İndi gəlin bunu çəkək bunun üzərindən. Bunu çəksək buradan, deməli, z, a, b, y, d, m, z, u. Bunu da deməli, belə çəkəndə bunlar bir-birinin üstə düşür. Deməli, biz indi buradan 2 dənə hərfin birləşməsindən, məsələn, y ilə z-nin birləşməsindən nə alırıq? A-nı alırıq, elə. Eyni qaydanı A ilə S-nin birləşməsindən T-ni alırıq. Bu ilə E-nin birləşməsindən L-ni alırıq. Y ilə Z-nin birləşməsindən A-nı alırıq. Bu qayda ilə deməli biz nə etməliyik? Burada çəkməliyik, tapmalıyıq. İndi gəlib baxaq. Məsələn, buradan indi U-nu yazsaq buradan U, Z, S, sonra E, Z, D, P və Y. Bu qayda ilə indi gətirib bunu da
Onun üzərindən çəksək, fərqi yoxdur, hansını bir-birinin üzrə seçə bilərsiniz, yəni fərqi yoxdur onun. C, Y, A, B, Y, D, M və Z hərfləri. İndi gəlib baxaq yuxarıdan. Birinci hərfimiz nədir? C ilə U-nun birləşməsi. Baxırıq C ilə U-nun birləşməsi harada var? C ilə U-nun birləşməsi buradadır. Baxın, U ilə C yazıb burada. Nə alınır olan birləşməsindən? Q hərfi alır. Deməli, gəlib bunun altına yazıq nəyi? Q-nı. Baxırıq, bax, C-ni, A-nı, Y-ni, D-ni çıxırıq, cavab olar B variantı. Yoxlamaq üçün baxaq indi U ilə Z-nın birləşməsi bizə nəyi verəcək? Baxaq. U ilə Z. Baxaq görək haradadır? U ilə birinci hərf. U ilə Z-nın birləşməsi bizə verir nəyi? U ilə Z yoxsa nə idi o? 2 ilə Z üzr istəyirəm. Y ilə Z-nın birləşməsi bizə verir nəyi? A hərfini. Baxın. A ilə S-nın birləşməsi A ilə S-nın ikinci hərf T. Bu ilə E-nin birləşməsi, bu ilə E-nin birləşməsi L-nı verdi bizə. Y ilə Z-nın birləşməsi verdi A-nı. D ilə D-nin birləşməsi verir N-nı. M ilə P-nin birləşməsi bəli verir bizə M-nı və Y ilə Z-nin birləşməsi yenə verir bizə A-nı. Qatlanma oldu bizim cavabımız. Yenə deyirəm, burada deməli nədik? Bu hissəni çəkdik atlanma sözünün üzərinə, sonra da bunu onun üzərinə əlavə elədik. Fərqi yoxdur. Bunu da birinci əlavə edə bilərsiniz, bunu ikinci əlavə edə bilərsiniz və yaxud da yerə dəyişə bilərsiniz. Fərqi yoxdur. Sonra gəlirik 13-cü suala. Və yaxud dediyimiz formada getsək, deməli, burada D, B, A, A, U, C, K, F, B, D və T, Y verib. Burada verilən hərflər var, balaca hərflər. Bu hərfin əlifba sırasında neçənci yerdə durduğunu göstərir. Məsələn, bölündə A verib. Bu A o deməkdir ki, məsələn, A burada birincidir. Çünki A əlifbada birinci hərfdir. Məsələn, B əlifbada ikinci hərfdir. C əlifbada üçüncü hərfdir. D 4-dür, Y 5-dir, F də 6-dır. Bu o deməkdir ki, bizdə nə başlayacaq deməli? A ilə, ikinci hərf D-dır, üçüncü hərf U-dur, dördüncü hərf B, 5-ci hərf T, 6-cı hərf isə K. Deməli, Turxan sözünün şifrəsi oldu bu. A, D, U, B, T, K. Eyni şey gəlib burada yoxlamalıyıq. Deməli, hansında A var bunda? Deməli, bu oldu birinci hərfimiz H. Sonra ikinci B hardadır burada? Deməli, T oldu ikinci hərfimiz. Sonra üçüncü Y-dir. Dördüncü C-dir. Beşinci isə nədir? Y hərfidir. Yenidən. Baxırıq, U hərfi daha doğrusu istəyirəm. U hərfidir. Beşinci hərfimiz U oldu. Deməli, indi buradan U hərfini yazaq. Gəldik bura. Bizə nə istəyir? Bu hərf, bu birləşmənin şifrəsini istəyir. Birinci olacaq C hərfimiz, çünki A verib bölündə. Deməli, C hərfini yazdıq. Sonra ikinci hərfimiz nədir? B hərfidir. H. Üçüncü hərfimiz U hərfidir. Bölündə C verib deyə. Dördüncü hərfimiz T-dır. Və beşinci hərfimiz də K-dır. İndi bu söz hansı sözün şifrəsidir onu tapmalıyıq. Baxırıq bura. C hərfi bizdə nəyin şifrəsidir? Baxırıq bax burada dördüncü hərfdir. Yəni i-nin şifrəsidir. Elə bir dənə cavab olur D variantı. Sonra H hərfi burada birinci hərfdir, yəni M hərfidir. Sonra U hərfi verib. U da bizdə hardadır? Burada üçüncü hərf, yəni R hərfidir. Sonra T-ni verib. T bizdə yuxarıda, burada ikinci hərfdir A. Və K hərfi də bizdə N hərfini əvəz edir, olur İmran bizim cavabımız. Sonra 13-cü sual 2026 axırıncı qəbula düşmüş sualdır. Burada bizə əvvəlki qaydalarla verməyib artıq. Burada nisbətən fərqli, yəni bir və ya bir neçə hərflər bir rəqəmə uyğun gəlir. Yəni demir ha bir rəqəm bir hərfə uyğun gəlir. Xeyr, bir element deyir burada. Yəni hərflər birləşməsi bir rəqəmə də uyğun gələ bilər və yaxud da bir hərf də bir rəqəmə uyğun gələ bilər. Baxırıq buradan. Axırdan yenə sütunla baxsaq, 2 dənə eyni nə var? 6 var. Və bizdə 6, əslində 0,6 var. Baxın 0,6 var. Yəni eyni birləşmə var. Baxırıq bura. Baxın, alət sözündədir o. Alət sözündə 2 dənə eyni birləşmə var. Və bizdə nə bilmirik indi? Alət sözündə A mı var? Alət sözündə 0,6-dır bu.
Alət sözü 06-dırsa, indi bilmirik. A sıfırdırmı, yoxsa al sıfırdırmı, dəqiq məlum deyil. Bunun üçün baxırıq. Deməli, burada 6 verib, 6 ilə başlayan var. 6 ilə başlayanda görürük ki, biz 6 ilə başlayan axırı, məsələn, desək buna alət deyənmərik də buna və yaxud da lət deyənmərik. Yoxsa ət deyənmərik. Çünki ət desək, axırı bunun yenə ətlə bitər, ona görə burada 6 olmalıydı. Biz buna deməliyik nə? Lət sözünü. Məsələn, bax, hərsində nə var? Lət sözü var. Çünki burada da lət verib, baxın, lət. Deməli, bizdə oldu nə? Bu oldu 6. Onda aya qaldı 0. Bu da 0 ilə başlayır. Sonra bu da olmuşdu bu arada 6. Yazaq buna da 6-nı. Yaxşı, 6-0 getdi. Alət sözündə alətlə 0-6 getdi. Bunları yazdıq. A ilə lətin şifrəsini tapdıq. İndi 75 sözündə, bu da lətafət sözündə, lətə qədər gəlmişik. Afət sözü qalıb. O da 75-ə aiddir elə. Axırı ətlə bitən 2 dənə qalıb bizdə. Biri budur, bir də budur. Ona uyğun gəlin deməli, axırı 5 ilə qutaran 2 dənə sözümüz var. Biri budur, bir də buradadır. İndi biz burada axırı ətlə bitdiyinə görə biz deməli afə deməliyik. Af olacaq bizdə 7. Ət olmalıdır 5. Çünki burada bir dənə ətlə uyğun gəlir. Başqa af burada yoxdur deyə ona görə başqa bir hərf qoyanmarıq. Deməli bu oldu 5. Bura qədər getdi. Af da 7-dir. Deməli 7 ilə 5 də getdi. 7 ilə başlayan bir dənə sözümüz var, o da afdır. Bu da oldu 7. Sonra başqa nə qaldı? 7 getdi. Əman qaldı. Alət. Hə, 7 tapdıq elə biz buradan. 7, 5. Deməli, onda ətin şifrəsi nəymiş? 5 imiş. Deməli, bayaqlar tapmışdıq. 5, 0, 6. O da getdi artıq. Onda ədə qaldı 8. Deməli, bizə nəsə ədalət istəyir. Yəni, 8, 0, 6 var bizdə. Lətafət sözündə 675. Qaldı bir də mavi ilə səmavi. O da axırı nə ilə bitir bunların hərsinin? Eyni V ilə və yaxud da mavi ilə. Deməli, 3-ə uyğun gəldi. O da elə 3-ə uyğun gəlirsə, deməli, buradan 1 və 2 qoymalıyıq. 1, 2, 3. Burada da 9, 0, 3. Deməli, mavi sözündə bildiyimiz kimi A hərfi var, səmavidə də var. Səmavidə deməli, biz tapmalıyıq nəyi? Bircə dəqiqə. İndi, hə, bax, burada əman sözü verir. 75 verir. Deməli, 75-i buraya yazsaq, daha doğrusu, əman, hə, 77 ilə başlayan 24 vardı, bəli. 7, 24, burada yazırıq 24, 245, bu da belə getdi. Deməli, 7, 24 getdi. Sonra 24 bu da getdi. Nə qaldı? 481, sonra 123. Onda gəlin belə baxaq. Baxın, axırı 1-lə qutarır, bu da 1-lə başlayır. Və 3 ilə bitir, 3 ilə başlayır. Deməli, onda biz 3 ilə bitirsə, 3 ilə başlayan varsa, həm də ondan 2 dənədir. Bu da V-dən 2 dənədir. Deməli, olmalıdır V3. V-nin şifrəsi əgər 3-dürsə, qaldı M ilə A. Biz bayaqlarda A-ya demişik 0. Deməli, onda belə çıxır ki, mavi sözünün şifrəsi olacaq nə? 903. M-nin dolu şifrəsi 9. M-nin şifrəsi olacaq 9. Sonra A-nın şifrəsi 0-dır. Bayaq dedik. V-nin şifrəsi bayaqlar demişdik 3-dür. Tamam. Buranı gəlin silək. Çox vaxt aparan sualdır əslində bu. Deməli, bunu yazdıq belə. V-nin şifrəsini tapdıq 3. Tamam. O da bizdə zaten 123 və 903-də var. Heç tapmaq ehtiyac yoxdur bu hansı-hansına əvvəl. Çünki bizdən səmavi də istəyir, mavi də istəyir. Hər ikisini də istəyir. Bizə deyir ki, bunların hər birini rəqəmlər cəmini müəyyən edin və onları toplayın. Deməli, bu rəqəmlər cəmini neçə eləyir? 14. Bu rəqəmlər cəmini neçə eləyir? 12, 18. Bu rəqəmlər cəmi eləyir 6. Bu rəqəmlər cəmi eləyir 12, 30, 36, 14 də burada 50. Vəssalam. Bu da oldu bizim 2026-cı şifrə sualının həlli.
İndi 14-cü suala baxırıq. 14-cü sualda AKL və ABC-nin kəsməsinə nə verib buradan? ABL. ABL verib. Yəni buradan deməli ilk ikisini buradan götürənməz GBZ. Sonra AKL ilə PRL-in kəsməsini verib buradan. Bu deməkdir ki, baxın, AKL ilə PRL-in kəsməsindən R-nı yuxarıdan götürür. İkinci hərfimiz yuxarıdandır. Bax, bu yuxarıdan götürür bunu. Bu birinci hərf buradandır. Bu buradandır. İkinci hərf yuxarıdandır. Üçüncü hərf isə yenə buradandır. İndi baxdıq bura. F, B, onda üçüncü hərf yenə buradandır. Oldu R. Sonra buradan A, ikinci hərf buradan yuxarıdan N, üçüncü hərf yenə buradan L. A, N, L oldu. Buradan da yenə birinci hərf G, ikinci hərf R və buradan üçüncü hərf Z də olacaq. GRZ. Deməli, FBR, ANL və GRZ olacaq. O da D variantında var. Sonra 15-ci suala gəlin baxaq. 15-ci sual da çox asan sualdır əslində. Deməli, burada birinci verilən hərf, burada olmalıdır ikinci, burada olmalıdır beşinci. Gəlib baxırıq, bu birinci, üçüncü səhvdir. Birinci, ikinci, beşinci, birinci, ikinci, beşinci, birinci, ikinci, beşinci, birinci verib səhvdir. Baxırıq bura. 8 burada, ikinci, burada 5-ci, burada 3-cü. İkinci, sonra 5-ci, 3-cü. Tam çıxmışıq. İkinci, burada 4-cü verib artıq E hərfini. Səhvdir. Sonra ikinci, 5-ci, burada 2-ci verib E hərfini. Səhv ikinci, baxırıq 5-ci və 3-cü cavab olur D variantı. Belə variantlarla çıxmaqla həll etmək daha rahatdır bunu. İndi burada da şifrə ilə qeyri-aşkarın birləşməsini bizə verib. Kamança sözünə verib 81. Yəni biz bu tip suallarda sait və samit və yaxud da ümumiyyətlə hərflərin sayı ilə işləməliyik. Kamança sözündə deməli saitlərin sayı 1, 2, 3 dənədir. Samitlərin sayısı 1, 2, 3, 4 dənədir. İndi biz 3 və 4-dən tapmayıq 81-i. Bunun üçün biz 3, 4 yazmalıyıq. Elif 81. Sonra gəlib bura baxırıq. 1, 2, 2 dənə var? Sait səs var. 1, 2, 3, 4 dənə samit səs var. Gəldik 4 yazıq 2-nin üzərində oldu. 2 üstü 4 elədi neçə? 16. Ağac sözündə 2 dənə sait səs var, 2 dənə samit səs var. Yəni 2 üstü 2 elədi neçə? 4. Baxırıq burada gitar sözündə 1, 2, 3 dənə sait səs var, 1, 2, 3 dənə də samit səs var. Elə neçə? 27 cavab edir A variantı. 17-ci suala baxaq. 17-ci sualda deməli birinci bunu düzməliyik. Əvvəlcə 4, 1, 5, 6, 2 və 3. İndi buradan birinci hərf nədir? U-dur. Yəni T-nin şifrəsi olacaq U, Ə-nin şifrəsi olmalıdır R, sonra C-nin şifrəsi olmalıdır, N-nin şifrəsi olmalıdır C, B-nin şifrəsi olmalıdır I, Ə-nin şifrəsi bayaq tapmışdıq R və axırıncıda L-nin şifrəsi olmalıdır X. Eyni qayda gəlib bunun üzərinə yazmalıyıq. 6, 1, 4, 5, 2 və 3. Gəldik buradan B-nin şifrəsi olacaq I, Ə-nin şifrəsi olacaq necə? R, L-nin şifrəsi olacaq X, T-nin şifrəsi U-dur, Ə-nin şifrəsi yenidən R-dir və N-nin şifrəsi olacaq nə? C hərfi. Gəldik indi buradan yazmalıyıq. Bəltən sözünün şifrəsi nə ola bilər? Bəltən. Bunun şifrəsi nə idi? I, Ə-nin şifrəsi R, N-nin şifrəsi C, T-nin şifrəsi U, sonra Ə-nin şifrəsi yenə R, N-nin şifrəsi isə yenə C olmalıdır. Biz indi bunu bax bu qayda ilə düzməliyik. Yəni necə? İndi birinci yazmalıyıq. Bax bu belə deyim də bunun üzərinə yazsaq 3, 5, 1, 2, 6, 4. İndi birinci hərfimiz hansıdır? C hərfidir. Sonra ikinci hərf hansıdır? Düzmü gəldik? C. Bir dəqiqə T-nin şifrəsi U-dur. Hə. R, İr, Q. Bir dəqiqə bunu silək. İndi biz tapdıq bunu belə. Bizə indi deyək ki, bunu düz. Necə düz? İndi birinci, üçüncü hərfi düz.
Birinci, üçüncü hərfidirsə, bayaq necə eləmişdik? Bunu yazmışdıq bunun üzərinə, sonra buradan keçmişdik. İndi burada deməli i olmalıdır bizim onda birinci hərfimiz. Buna biz indi 1, 2, 3, 4, 5, 6 yazsaq. Bizim indi 3-dən başlasaq C, sonra 5-ci hərfimiz R, sonra birinci hərfimiz I, sonra ikinci hərfimiz R, 5-ci hərf, yox, 6-cı hərfimiz C və sonra 4-cü hərfimiz U oldu belə qu, yəni B variantı oldu. Sonra 18-ci sual çox maraqlı sualdır. Deyək ki, P üstü 3, D-nin sağında 5, E-nin solunda 2 üstündə 2, H-ın aşağısında indeksində 2 yaza bilərik. Deməli, P-nin üstündə 3 nə deməkdir? Yəni, P-nin üzərindəki 3-cü hərf. Yəni, 1, 2, 3-cü hərf nədir? Ə hərfidir. Sonra, D-nin sağındakı 5-ci hərf. 1, 2, 3, 4, 5 oldu V. Elin sağındakı ikinci hərfin üstündəki ikinci hərf. Baxın, el hardadır? Buradan götürsək. Sağındakı ikinci hərf hansıdır? A. Üstündəki ikinci hərf hansıdır? Yenə ə. Və H-ın aşağısındakı ikinci hərf oldu nə? M hərfi. Oldu əvəm sözü. Sonra 19-da yenə eyni olanları tapmalıyıq. Məsələn, burada üstəgələkləri verib eynidir. Birincinin birincisi və ikincinin üçüncüsü. F, F, A, A, çıxaq, M, R verib. Səhvdir, P, verib düzdür. 9 bir dənədir. Yəni, O-dan bizdə bir dənədir. N-dan bir dənədir. 9-dan 2 dənədir. Səhvdir. D-dan da bir dənədir. N-dan isə 6-6. Yəni, birinci və üçüncü sətir olmalıdır. Birinci və üçüncü sətir, birinci və üçüncü sətir, birinci və üçüncü sətir. 8-dən birinci sətin sonuncu və son sətin birincisi. Düzdür. Burada B-də səhv verib, qıynarı verib. Sonra buradan M verib. M-dan bir dənə olmalıdır. Baxırıq, üstəgələkdən bir dənədir. Z-dan bir dənədir. Buradan çıxaq şəhəsi. Çıxaqdan bir dənə olmalıdır. X-dan isə burada 2 dənə cavab oldu. Y variantı. 20-ci suala baxırıq. Deməli, burada isə baxırıq ilk sütunda fərqli hərflər var. Amma burada 3 dənə eyni hərf var. Bu deməkdir ki, artıq burada hər birinin yeri qarışdırılıb. Bunun üçün biz nə edirik? Gəlib baxırıq bura. Baxın, bir sözdə, baxın, Q, T, V, Y, H. H hər bir sözdə var, H. Eyni zamanda V da var. Amma bir şey var ki, V-dan, baxın, V-dan. Burada səhv etmirəmsə 2 dənədir V-dan. Baxaq, burada tapacaq dəqiqə, bir dəqiqə baxaq. Burada yarısı düşməyib, ona görə dəqiq görə bilmirik. Hər birinə bir dənə. Tamam. Deməli, H-dan hər birində var. R-dan isə 1, 2 dənə. Demək, yazaq R-dan 2 dənədir. 2 dənə. Sonra T-dan 1, 2, 3, 4, 5 dənə. Hamısında var T-dan. Y-dan 1. Bax, burada Y yoxdur. 2, 3, 4 dənədir. Y-dan 4 dənədir. T-dan hamısında var. R-nı yazdıq. Q-dan isə 1, 2, 3, 4 dənədir. Q-dan 4 dənədir. Sonra H-dan hamısında var. H-dan T-dan hamısında var. H və T-dan 5 dənədir. Sonra V-dan isə 1, 2, 3, 4. Çox güman ki, burada da var. 5 dənədir V-dan da. Eyni zamanda. Baxım ki, burada eyni bir təkrarlanma varmı? Yoxdur. İndi gəlin baxaq. Q-dan dedik 4 dənədir. Bax, burada Q hərfi yoxdur. Amma T və V-dan var. Eyni zamanda Y-dan da 4 dənə dedik. Y-dan 4 dənədir, bəli. Birincidə, ikincidə Y hərfi yoxdur. Sonra hamısını tapdıq buradan. Q'ını tapdıq. T, V, Y, H. Hə. Məsələn. İndi gəlin baxaq. Deməli, burada var Q'dan bir dənə, T'dan bir dənə, Y-dan, V-dan və H-dan hər birindən bir dənədir. Eyni hərfdən dedik ki, 5 dənə sözdə var. V-dan da həmçinin 5 dənə sözdə var. Y-dan isə 4 dənə sözdə var. Bir dənə bax bu sözdə Y hərfi yoxdur. Elə biz buradan yola çıxa bilərik ki, məsələn, 8, 7, 4, 0, 1, 1, 4, 3,
A, 4 2 dənədir burada. Demək ki, burada V-dan alt dənə. Deməli, V-ın şifrəsi oldu 4. Buradan bunu silək. V-dan 6 dənədir. Yazaq V-dan 6 dənə. Deməli, harda V görsə yeni yazacaq nə? 4. Y-dan onda belə çıxır ki, 1, 2, 3 yerdə var Y-dan. Y-ni da buradan silək eləyək. 3. Deməli, Y-dan da 3 dənədir. Onda hansı hərf ola bilər o? Hansı rəqəm ola bilər? 1 ola bilməz, 8 ola bilər əslində. Y 8 ola bilər. Q'dan 4 dənədir dedik və burada olmayan 7'dir. Baxın bir dənə bura. Burada 2 dənə Y hərfi var və burada Q hərfi yoxdur. Baxın burada 2 dənə 4 var və 7 rəqəmi yoxdur burada. Deməli biz Q'ya tapsaq 7, Y-ya tapsaq bayaq dedik ki 8, çünki Y-dan belə deyim də 3 dənə 8-dən 3 dənədir, bəli. Y olsa 8. Sonra R-ya qaldı nə? R-dan cəmi 1, 2 dənədir R-dan. O da qalacaq nə? 2 dənə olan nədir? 3'dür. 3 və 3. Qaldı T ilə H. T ilə H da zaten hər birində var. O da 0 ilə 1'ə uyğun gəlir. Onda 0 ilə 1 varsa buradan T'yə nə düşür? T hər birində var. Daha doğrusu 3 yazıq. 0 və 1 burada da var. T, H hər birində var. Tamam, bizə nə istəyəcəm də ona baxaq. Bizdən T, G, R və H istəyir. Biz G-nin eşyasını tapmışıq neçə? 7. Gəlin yazaq G-yə 7. R-ya tapmışıq 3. V-yə tapmışıq 4. Elə? Baxırıq. 3. V-yə tapmışıq 4. Bəli. İndi baxırıq buradan. 7, 3, 4 olan hansında var? Və bizdə 1-dən 0 olmalıdır, elə? 1-dən 0 olmalı, 8 bizə yoxdur ümumiyyətlə. 8-lərə çıxsaq variantlardan. Və salam, bizdə 8 nə idi? Bayaqlar şifrəsini tapmışdıq. 8 bizdə, Y-nin şifrəsi, Y da bizdə yoxdur. Cavab o nə? A variantı. Və salam. Deməli biz 20 dənə maraqlı, vaxt alan və qəbula düşmüş və yenə düşmə potensialı ola biləcək sualların izahına baxdıq. Növbəti dərslərimizdə görüşənədək sağ olun, salamat qalın.